Yəni bizim təlim tərbiyə olunmağımızda da, bizim hardasa ataya hörmətimizlə nə var ki, hamısını ana qoyur. Və ata da əlbəttə ki, elə bir atadır ki, hörmətə layiq atadır. Yəni mən bugünkü gündə bu iki ər-arvadı, yəni bu iki insanı xoşbəxt sayıram. Və mən şəxsən elə öz ailəmdə, öz bacılarımın da ailəsini istəyərdim şəxsən belə bir xoşbəxt ailə kimi görüm, nəticə etibarilə. Öpürəm, anamın əllərindən öpürəm. Atam çıxartdın. Yox, o barədə. Özüm hiss edirəm onu ki, nəsə bu çalmaq Təbii gəlib. Gəlib. O dəqiqə ya Rəyana qonşudur, mən yavaşca çıxıb ora gedirəm. Birdən 5 saat, 6 saat orada otururum, gəlib görürəm, hələ çalır. Bəzən elə olur ki, uşaqlar deyir, 1-2-3 gün görməyəndə, gedək babanı görək, baba ilə söhbət eləyək, daxil. İnanın ki, gəlirik, otururuq 5-6 saat, gedirik, ola babanı görmürlər. Babanın o axtarış dövründə düşür. Baba bu otağı bağlayır. Şərqiyə xanım da o heç kimi dahi buraxmaz. Ki, Habil müəllimi ayırmaq olmaz. Qaynatanı. Qəribə bir təzaddır, üzr istəyirəm yenə. Qəribə bir təzaddır. Təsəvvürləyin ki, o kamanın səsi eşidiləndə insan qəribə bir, hansı bir duyğu var ki, o yəni nostalji bir, kədər duyğusudur. Yəni o duyğu ilə və belə bir xasiyyətlə, özünüz həyatda çox məzəli bir insansınız. Amma kamanı əlinizə alanda, yəni kamanın səsi artıq bütün ovqatı dəyişir. Bu necə olur? İdris müəllim, imkanınız olsa, bax, o orada sıran o şəkilə baxardınız, onu da götürərdiniz. İranda 82 yaşında bir qoca fars tərcüməsi vasitəsilə bir yığıncaq qonaqlıq elədilər. O şəkli mənə bağışladılar. Və o şəkil mənim şəklimdir. Dedim, mən ona sual verdim ki, o özü çəkibdi bu şəkili. Dedim ki, bəs sən necə oldu ki, məni bu cür görə bildi? Dedi ki, mən musiqinin səsindən bu əsər yarandı. Bu musiqinin səsi ancaq bu qədər dərdi olan çala bilər. Bu musiqi ancaq bu qədər dərdlənə bilir. O şəkildə görün nə var orada, nəzər. Baxmışsınız ona, bilmirəm, baxmamışsınız. Ona baxsaz, istəyərdim tamaşaçılara da göstərəsiniz o. Şəkil çox əsl mənim ürəyimdir. Mənim fikrimdir. Bir var ki, üzr istəyirəm İdris müəllim. Mənim o, özüm də o işə bilmirəm, yaxşı işdir, pis işdir. Mənim öz dərdim olsa, ailəmin, evimin dərdi olmuş olsa, onu çəkmək mənim üçün çox asan olar, çox yüngül olar. Mənim üçün elə dərdlər var ki, nəyə baxıram, hər şeyə baxıram, mənə dərd olur. Nə ki pis şeydir, elə bil mənim üçün dərd olur. Hər şeyi düz görmək istəyirəm, hər şeyi yaxşı görmək istəyirəm, ədalətli görmək istəyirəm, həqiqi görmək istəyirəm. Bu şeylər görməyəndə hamısı mənə dərd olur. Deyirlər ki, Habil müəllimin kamanı çox qiymətli bir kamandır. Həddən artıq, yəni bunun çox böyük bir qiyməti var. Doğrudan mı belədir? Və yaxud, yəni sizin bu kaman çalmağa başladığınız andan neçə kamanınız olur? Xeyr, o kamança. Kamança ilə eyni şeydir. Yəni siz dəyişirsiniz yoxsa o alət? Elə alət elə iki dənə olubdu zafa, ehtiyat, biri sınsa o birisi ilə. Deməli, bu kamança deyil, o səsi deyirəm. Səs ürəyin səsidir. Sən adi çalanların hansının kamançasını alıb mənə versən, o səs olacaqdır. Mənim kamançamı versən onlara, onların kamançasının səsi gələcək. Çünki səs ürəyin səsidir. Hər oxuyanın özünün səsinin təmir olan kimi, o səs ürəkdən gəlir. O oxuyan səsini götürüb buna vermək olmaz. Onun ürəyinin səsi. Tamam, sirlərinizi kimə deyirsiniz? Hansı sir, burada sir var ki? Ümumiyyətlə, yəni həyatınızda sirlərinizi də yox, tamam başqa bir formada bunu ifadə eləyən ki, deyən ki, hər bir insanın qəlbinə yaxın olan bir insan olur ki, o dərdli yanında müəyyən bir dövrü olur ki, o dövrdə kiməsə bir şey danışmaq istəyir.
O zaman kime danışırsınız? Ay vay vay bu bədbaxta. Hamısın buna. Bilirsiniz bundan da çox ailə mən belə başa düşürəm ki, bütün qohumlar hamısı çox gözəldir. Hərəsinin öz yeri var. O qohumların ata, ana, bacı, qardaş, evlat, daha evlat adamın ürəyidir, qanıdır. Nəvə, hamısı gözəldir. Amma ailə kimi dərd götürən heç bir ola bilməz. Ancaq dərdin işləri ki, ailə özdə. Tamam, bəs övladlarınız necə? Yəni sizinlə ata kimi yox, yəni bir yaxın sirdaş kimi bölüşə bilirlər. Evlatlarım. Övladlarınız. Bəs nə olar bu bədbaxtlar da mənim evladımdır. Məndən olublar da, mənim evlatlarımdır. Hamısı həssas, dindirən kimi köylək, hamısı danışdırmaq mümkün deyil. Həssas, hər şeyi belə o dərdi, fikri çəkib gözlərinə gətirirlər. Belə ki, mağli kimi çəkirlər. O nə qədər ki, dərd var, biz onlara əzab verən şeylər onlara çəkib gətirirlər. Bədənlər çəkildir onlara. Sən nəvəniz indi, nəvəniz oturub burada, amma bayaqdan susur və siz də qəribə bir nostalji nota gətirdiniz. Yəni bu qasdan qutarağın fəxr edirsən ki, sənin baban Habil Əliyev. Bəli, fəxr edirəm həqiqətən. Mən gələcəkdə özüm musiqiçi olmasam da, amma gələcəkdə babam necə məşhurdursa, mən də öz oxuduğum universitetin gələcəkdə də qutarıb babam kimi bir mütəxəssis, öz işinin həqiqi mütəxəssis olmaq istəyirəm. İncəsənət işçiləri arasında məzəli əhvalatlar dolaşır. Və Habil müəllimlə bağlı çoxlu məzəli əhvalatlar var. Allah rəhmət eləsin, Zakir Bağırov var idi, bəstəkar. Çox insan adam idi, çox yaxşı adam idi. Amma biraz ruhsuz adam idi. Məni Komsomoldan o vaxtı zəng elədilər evə ki, Habil müəllim, bəs ayrı-ayrı artistlərə demişik, Şevski konsert, yəni pulsuz konsert. Biz heç bir yerə pul keçirtmirik deyə idarələrdən istəmirik sizi. Xahiş edib bu konsertdə iştirak edirsiniz, dedim gözümüzdə. Gəldim mən, Tofiq müəllim olmadı, bu Zakir müəllimə dedim ki, Zakir müəllim, bəs mən Komsomoldan zəng eləyiblər, mənə ayın 14-nə, indi kim yadımdadır, mən konsertə söz vermişəm ora. Məni burada konsert olsa yazmayın. Hə, get da, yaxşı, get. Sonra mən gəldim, bizdə bir Katya var idi, o da konsertli stol idi, konsertləri yazan idi, hazırlayan idi. Gəldim, gördüm, afişa vurulubdu, ayın 14-də konsert olmalıdır, 3 gündən sonra deməli, ayın 14-də. Dedim ki, bəs Katya, mən söz danışmışam, dedi, ola bilməz, mən afişa vurmuşam, mənə heç kim deməyibdi. Gəldim, təzdən bu Zakir müəllim yanına, dedim, Zakir müəllim, kabinetdə oturubdu da bu rəhmətliyin həkim tapşırmışdı, saqqız çiğnirdi həmişə. Söhbət eləyə saqqız çiğnirdi. Gəldim, dedim, Zakir müəllim, baxın, mənə bu konsertim var, mən oraya getməliyəm, mənə dedim, siz getməliyəm, get da. Dedim, afişa vurub, ora. Həşi, get da. Getdim, Katya'ya dedim ki, Zakir müəllim deyir, get o konsertə. Dedi, ola bilməz. Durdu, gəldi məndən Zakirin yanına. Dedi, Zakir Cavadoviç, bəs mən afişa vurmuşam, falan şey oyam gəl. Nədir, olmaz? Olmaz da. İndi hələ əsli oldu, əsli budur. Bir gün gəldim, girdim içəri, qapının ağzında gördüm onun, belə keyfi ilə çox yuxarı. Başladı ki, Habil, buradan gəl. Gəldim. Salam Zakir müəllim. Tarı köhlə. Gedirik Bolqariyaya. Dedim, Zakir müəllim, mən tar çalmıram, kemanı çalmıram. Bax, keçdin kemanı. Bu adam bizim bədii rəhbərimizdə neçə ildir. Filarmoniyada. Bax, keçdin kemançı ya. Mən hava tar çalmışım.
Belə işlər, hadisələr də başımıza gələn indi hamısı olubdu yumor. Hər bir ömrün bir hesabatı olur və hər hansı bir yaşda, bunun yaş fərqindən asılı olmayaraq, məsələn, siz indi bu yaşda özünüzə hesabat verəndə özünüzü xoşbəxt sayırsınız. Hal-hazırda hesabat verəndə əlbət ki, mən özümü xoşbəxt edirəm, sayıram ki, Allaha çox şükür olsun. Mənim taylarım birinci, hələ saat çoxsu yaşamır. Hələ mən yaşayıram. Sonra mənim evlatlarımın hamısı Allaha çox şükür olsun, ailə olublar, ev qurublar, nəvələrim var. Bizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk və yenə sonucu, yəni o yumorla bitirmək üçün sizin özünüzə yaxın olan öz əhvalatınız, yəni elə bir əhvalat ki, o ailənin əhvalatıdır, o ailənin sirridir və onu bir məzəli əhvalat kimi bizə... Mən genəldə şərqədən danışacağım. Məndən başqa söz tapırsan. Deməli, mən bazara gedib bazarlıq eləyərdim. Yaxşı, bəsdir, lazım deyil, xahiş edirəm.